Aga düştü içine. Birlikdə qızımın 47-ci ay tortunu hazırlayırıq. 7 ədəd yumurtanı mikserdə qarışdırdıq. Üzərinə 1 stəkan yarım şəkər tozu, 1 stəkan yarım un və 1 paket vanil əlavə edib keks xəmirimizi hazırladıq. Daha sonra xəmiri 2 hissəyə bölürük və fərqli qida boyaları ilə boyayırıq. Yarısı tökürük bunun içinə. Ya. 2 dənə rəng düzəldirək xəmirimə görə. Çox purple düzdür. Pink olmuştu. Ha? Oo, tek. İndi bunu qoyaq pişməyə. Süt, 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 süt. İndi qarışdır. Oo. Çok. Oo. Ne? Aha, dök. Aha. Böyle değil mi? Tut. Hemen tuttum. Tut da yat. Tut. Toplam 6 rəngdə keksimiz var. Yəni 21 ədəd yumurta, 3 stəkan un və 3 stəkan şəkər tozudan 6 fərqli keks hazırlamışıq və hamısını soyutmuşuq. Burada şərbətimizi hazırlayırıq. Bu biraz sürprizdir. Bunun içərisində 150 ml süt, 50 mg qaymaq və 1 paket vanil var. Bununla birlikdə yumuşaldırıq qəşəng kekslərimizi. Tek. Birində Nələr istifadə etdiyimi şərh qismində ətraflı şəkildə yazacağım. Oradan baxa bilərsiniz. Olar. Bak beya. Olar. Sən istəsən Bak olar. beya. Olar. Yok. Sən istəsən əgər olar. Kekslərimi üst-üstə düzüb aralarını kremləyirəm. Qəlbim boya alçaq olduğuna görə 2 fərqli qəlibdə hazırladım və yıxılmaması üçün, dayaq olması üçün də içərisinə pipetka yerləşdirdim. İçərisinə istifadə etdiyim kremin də videosunu sizlər üçün paylaşacağım. 2 stəkan yarım süt, 2 qaşıq nişasta, 2 yemək qaşığı un, 5 qaşıq şəkər tozu, 50 qram yağ, 1 yumurta sarısı və vanildən hazırlamışam. Daha sonra isə içərisinə krem şanti əlavə etmişəm. Onu da video olaraq ayrıca sizlər üçün paylaşacağım.